Mən bugün sosial şəbəkəni izləyən zaman bizim kənd sakinlərinin orada bizim batmış kəhriz haqqında danışdıqlarına qulaq astım və çox bəyəndim. Amma bütün bu danışanlara bir əlavə eləmək istəyirəm ki, orada kəhrizin potensialı haqqında məlumat verilməyib. Mən bir kəndin yaşlı sakini kimi o kəhrizin potensialı haqqında məlumat vermək istəyirəm. Bütün dünyanın susuzluqla mübarizə apardığı belə bir vaxtda o böyüklükdə potensialı olan bir kəhrizin həqiqətən batırılması məqsədə uyğun deyil. Mən üzümü tuturam buradan cənab prezidentimizə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, eyni zamanda o işlə əlaqədar aidiyyatı qurumlara bildirmək istəyirəm ki, o kəhrizin 27 quyusu var. O kəhrizin yaşı 200-dən artıqdır. Bu 200 il müddətində o kəhriz bir saniyə olsun dayanmayıb. Kəhrizin qarşı tərəfində böyük gölümüz var bizim. 50 metr uzunluğu, 50 metr eni, 3 metr dərinliyi. Bir sutka ərzində o kəhriz həmin gölü 4 dəfə doldururdu. 20 min tondan yuxarı su verirdi. 20 min ton su indiki susuzluq zamanasında görün nə deməkdir. Bu bütün 30 il işğal dövründə həmin kəhriz axıb. Mənfur düşmənlərimiz o kəhrizdən doz saxlamaq üçün, mal-heyvan saxlamaq üçün və həm də o ərazidə su az olduğu üçün istifadə ediblər. İşğaldan sonra biz ora getmişik. Həmin kəhriz yenə öz gücü ilə axırdı. Amma kiminsə günahı gündən həmin kəhrizin quyusunun biri batırılıb, biri. Kəhrizə keçən yerdən. Ona görə də arxa quyularda su var. Kəhrizə tərəfki quyularda su yoxdur. Həmən o uçan yer təmizlənsə bir dənə quyudur. Kəhrizimizə su gələr öz gücü ilə. Və gələcəkdə əgər qismət olsa, çox arzulayardıq ki, elə olsun. Bizim kənd yerində tiksin. Çünki gözəl relyefi, gözəl təbiəti, içməli suyu, Horadiz-Füzuli yolunun düz üstündə, gələcək kommunikasiyaları orada çəkmək üçün o dərəcədə də xərc lazım deyil. Çünki bütün kommunikasiyalar təxminən Füzuli-Qaradiz arasında oradan keçməlidir. Yəni, belə bir potensiyalı olan kəhrizin təmizlənməsi üçün, öz potensialına qayıtması üçün bizə köməklik olunmasını xahiş edirik. Hətta Tehran Dayoğlu qeyd elədiyi kimi, biz özümüz hazırıq ki, öz vəsaitimizdən köməklik göstərək. Hətta icazə versələr, özümüz belə aça bilərik o kəhrizi. Çünki o kəhrizi bizim babalarımız qazıb. Biz də onların nəvələri, yəqin ki, bu işdə təcrübəmiz var və onu yoluna qoya bilərik. Və onunla bərabər bütün Respublika ictimaiyyəti bizim qəbristanlıqda olub. Cənab Hikmət Hacıyevlə bir yerdə. Bizim qəbristanlıqda keçmiş ölülərimizin sümükləri çöldədir. Bütün əzaları çöldədir. Bizə icazə versinlər. Ya o qəbristanlığımızda onları yığaq, dəfn eləyək, üstlərinin məzardaşlarını qoyaq. Ya bizə icazə versinlər o qəbristanlığı ümumi bir çəpərə alaq. O qurtquş bizim gözümüzün qabağında bizim qəbirlərin üstündə gəzməsin. Dədələrimizə, babalarımıza hörmət olaraq bizə icazə versinlər. Biz gedək orada özümüz işləyək, düzəldək, tarazlayaq. İndi gələcəkdə dövlətin tədbiri nə olar? Əlbəttə biz ona qarşı çıxa bilmərik. Dövlət tədbiridir. Necə deyərlər, elə də olar. Amma onun çəpərlənməsində, o kəhrizin bərpa olunmasında aidiyyəti təşkilatlardan bizə kömək eləməsini çox-çox xahiş edirik. Sağ olun, çox sağ olun.